Salam. İkinci Dünya Müharibəsi cəmi 6 il davam etdi, amma dünyamızı kökündən, əbədi olaraq dəyişdirdi. Gəlin bu qısa icmalda bəşər tarixinin ən dağıdıcı münaqişəsinin necə başlayıb, necə bitdiyinə birlikdə nəzər salaq. Bəli, hər şey bu sualla başlayır. Axı necə oldu ki, bütün müharibələri bitirən müharibədən cəmi cümlətan 20 il sonra dünya yenidən özü də daha dəhşətli bir fəlakətə atıldı? Cavabı tapmaq üçün biraz keçmişə qayıtmalıyıq. Əslində, İkinci Dünya Müharibəsinin kökləri elə Birinci Dünya Müharibəsinin sonuna gedib çıxır. Yəni, o yeni müharibənin toxumları köhnəsinin bitdiyi yerdəcə səpilmişdi. Hər şey qaliblərin məğlublara öz şərtlərini diktə etməsi ilə alovlandı. Baxın, o məşhur Versal sülhü. Almaniya üçün bu sadəcə bir müqabilə değildi. Bu, sözün əsl mənasında milli bir təhqir idi. Və məhz bu alçaldılma hissi sonralar o dəhşətli qisasçılıq arzusunu odlayan əsas qıvılcım oldu. Deməli, vəziyyət belə idi. Bir tərəfdə alçaldılmış və qisas yanğısı ilə yaşayan Almaniya, digər tərəfdə Sakit Okeanda ABŞ-la nüfuz mübarizəsi aparan Yaponiya və bütün bunların üstündə də böyük dövlətlərin dünyanı yenidən paylaşmaq iştahı. Yəni, dünya sanki fitili yandırılmağa hazır bir barıt çəlləyinin üstündə oturmuşdu. Və o qığılcım çox da gecikmədi. Gəlin indi 1939-cu ilə səyahət edək və müharibənin necə başladığına addım-addım baxaq. İndi bir təsəvvür edin. Avqust aydı, bir-birinə qatı düşmən olan iki rejim, nasist Almaniyası və Sovet İttifaqı gizli bir sövdələşmə ilə Polşanı aralarında bölüşdürməyə razılaşır. Cəmi bir həftə sonra Almaniya Polşaya soxulur və ay bitməmiş Polşa dövləti xəritədən demək olar ki silinir. Hər şey inanılmaz bir sürətlə baş verdi. Amma sonra çox qəribə bir şey baş verdi. Britaniya və Fransa Almaniyaya müharibə elan etdi, amma heç nə olmadı. Aylarla cəbhədə demək olar ki, heç bir ciddi hərəkətlilik yaşanmadı. Tarixə qəribə müharibə kimi düşən bu dövr əslində gələcək böyük fırtınadan əvvəlki o aldadıcı sakitlik idi. Həmin o sakitlik 1940-cı ilin yazında darmadağın oldu. Almaniyanın məşhur Blitzkriegi, yəni ildırım sürətli müharibə taktikası bütün Avropanı şoka saldı. Danimarka, Norveç, Hollandiya, Belçika və ən sonda Fransa. Hamısı bir-birinin ardınca təslim oldu. Cəmi bir neçə ay ərzində qitənin az qala hamısı nasistlərin əlinə keçmişdi. Ancaq ox qüvvələrinin bu zəfər yürüşü əbədi davam edə bilməzdi. Çünki çox keçmədən səhnəyə iki yeni nəhəng oyunçu daxil olacaqdı. Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları və onların gəlişi ilə müharibənin taleyi 180 dərəcə dönəcəkdi. ABŞ hələ rəsmən müharibədə olmasa da artıq tərəfini seçmişdi. Lend-Lease adlı bir qanunla Birləşmiş Ştatlar Böyük Britaniyaya və digər müttəfiqlərinə kütləvi şəkildə silah, sursat, texnika göndərməyə başladı. Yəni, ABŞ bir növ demokratiyanın silah ambarına çevrilmişdi və bu, artıq müharibəyə dolayısıyla da olsa müdaxilə etməsi deməkdir. Və sonra Hitler bəlkə də müharibənin ən böyük səhvini etdi. Dünənki müttəfiqi Sovet İttifaqına xəyanət edərək bəşər tarixinin ən geniş miqyaslı hərbi hücumuna başladı. Barbarossa əməliyyatı adlanan bu hücumla açılan şərq cəbhəsi müharibənin ən qanlı, ən amansız meydanına çevriləcəkdi. 1941-ci ilin sonu isə əsl dönüş nöqtəsi oldu. Baxın, şərqdə Qırmızı Ordu, Moskvanın qapıları ağzında Almanların o məğlub edilməz sayılan Blitzkriegini dayandırmağı bacardı. Demək olar ki, eyni vaxtda Sakit Okeanda Yaponiya Pearl Harbora hücum edərək yatan nəhəngi, yəni ABŞ-ı oyatdı. Artıq müharibə həqiqətən də bir dünya müharibəsinə çevrilmişdi. 1942-ci ilin əvvəllərinə gələndə ox qüvvələri, yəni Almaniya, İtaliya və Yaponiya güclərinin zirvəsində idi. Avropadan tutmuş Asiyaya qədər nəhəng əraziləri idarə edirdilər. Amma bu, onların çatdığı ən yüksək nöqtə idi və zirvədən sonra yalnız eniş olur. Gedişatın dəyişəcəyi an artıq çox yaxın idi. Və o dönüş məhz bu üç döyüşlə baş verdi. 1942-ci ilin ikinci yarısında dünyanın üç fərqli yerində müttəfiqlər həlledici qələbələr qazandılar. Sakit Okeanda Midway döyüşü Yapon donanmasını iflic etdi. Sovet cəbhəsində Stalingrad Alman ordusunun onurğa sütununu qırdı.
Şimali Afrikada isə əl-eləməyində ox qüvvələri dayandırıldı. Bax, bu üç döyüş ox qüvvələrinin sonunun başlanğıcı idi. 1943-cü ildə isə artıq təşəbbüs tamamilə müttəfiqlərin əlinə keçmişdi. Mussolini'nin İtaliyası oyundan çıxdı. Şərqdə, Kurskda bəşər tarixinin ən böyük tank döyüşü baş verdi və Sovetlər burada Almanları darmadağın etdi. Və ilin sonunda Roosevelt, Churchill və Stalin, yəni böyük üçlük Tehranda bir araya gəldi. Məqsəd bəlli idi. Almaniyaya son zərbəni endirmək üçün Qərbi Avropada ikinci cəbhəni açmaq. Beləliklə, müharibənin son pərdəsinə gəlib çatırıq. Artıq hər şey aydın idi. Müttəfiqlər son və həlledici hücum üçün Avropanı nasist işğalından tamamilə azad etmək üçün hazırlaşırdılar. 6 iyun 1944-cü il. Tarixə D-Day kimi düşən o məşhur gün. 100 minlərlə müttəfiq əskəri Fransanın Normandiya sahillərinə çıxarma edildi. İkinci cəbhə nəhayət açılmışdı və bu, Hitlerin ən böyük kabusunun reallaşması demək idi. Almaniya artıq iki od arasında qalmışdı. Döyüşlər hələ bitməmişdi, amma qaliblər artıq gələcəyi planlayırdılar. 1945-ci ilin fevralında böyük üçlük bu dəfə Yaltada görüşdü. Onlar burada təkcə Almaniyaya son zərbələri müzakirə etmirdilər, həm də müharibədən sonraki dünyanın necə olacağını həll edirdilər. Yeni sərhədlər, işğal zonaları, hətta gələcək Birləşmiş Millətlər Təşkilatının təməli. Hər şey burada qərar alınırdı. Və son çox sürətli oldu. 1945-ci ilin yazında 3-cü Reyx bir karton ev kimi çöktü. Aprelin 16-sında Sovet qoşunları Berlinə hücuma başladı. Aprelin 30-da Hitler bunkerində intihar etdi və cəmi bir həftə sonra mayın 8-dən 9-una keçən gecə Almaniya qeyd-şartsız təslim oldu. Avropada müharibə bitmişdi. Nəhayət. Avropada silahlar sussa da, işlər hələ bitməmişdi. İndi məğlub Almaniyanın taleyini həll etmək lazım idi. Qalib dövlətlərin yeni liderləri bu dəfə Potsdamda bir araya gəldilər. Qərarlar sərt idi. Almaniya 4 işğal zonasına bölünəcək, böyük torpaqlar itirəcək və nasist hərbi cinayətkarları üçün beynəlxalq məhkəmə qurulacaqdı. Amma müharibə hələ tam bitməmişdi. Avropada sülh olsa da, Sakit Okeanda Yaponiya inadla müqavimət göstərirdi. Və sonra bəşəriyyət atom əsrinə daxil oldu. Amerika Birləşmiş Ştatlarının avqust ayında Hiroşima və Nagasaki atdığı 2 atom bombası müharibəyə bir neçə gün içində dəhşətli və mübahisəli bir nöqtə qoydu. Və beləliklə 2 sentyabr 1945-ci ildə Yaponiyanın rəsmən təslim olması ilə bəşər tarixinin ən dağıdıcı müharibəsi sona çatdı. 60 milyondan çox insanın həyatına son qoyan, imperiyaları yerlə yeksan edən və dünyanın siyasi xəritəsini tamamilə yenidən cızan bir müharibə. Bu, İkinci Dünya müharibəsinin çox qısa bir xronologiyası idi. Bu müharibə bir dünyanı məhv etdi, amma yerində yeni bir dünya qurdu. Atom bombası reallığı və 2 super gücün rəqabəti ilə formalaşan bir dünya. Bəs o dəhşətli müharibənin bizə buraxdığı irs, o dərslər bugün bizim üçün nə ifadə edir? Bu, hələ də cavabını axtardığımız bir sualdır. Vaxt ayırdığınız üçün təşəkkürlər.